Salam. Dostlar, gün keçmir ki, mollalarımız uçmur. Bir dənə Məhəmmədin dalından lələk-lələk gedirlər əlbəyağa. Elə danışırlar ki, güya Məhəmməd çoxdandan uçubmuş. Güya danışırlar ki, Məhəmməd ay 2 yerə yarıb, gedib əlinin bağçasına düşüb. Halbuki Məhəmməd ay 2 yerə yarsaydı, ay dünyaya düşsəydi, dünya məhv olardı. Belə nağıllar danışırlar. Adamlarda deyirəm təfəkkür fərqli işləyir. Yəni qurban olduqları bu sistem nətər işləyir? Adam məhətdən qalır, bu nədir? Bu din millətin başını göylərə çıxardı. Adamlar yuxuda Məhəmməddən palyatka vəhiy alırlar. Deməzsənmi, yuxuda bir görübdü, Məhəmməd Allahdan vəhiy alıbmış, gəlibmiş, deyilmiş ki, filan şey filan olacaq. Bu da durub millətə danışır, yuxuda donan eşidirsə. Bəzi ağlını işlədənlər var, ağlını işlədənlərə də deyirlər ki, dinsiz. Adamlar zarafatsız ayın 2 yerə yarılmağına inanırlar. Ay Məhəmməd, Məhəmməd. Məhəmməd, ay Məhəmməd. Gülüm deyirəm. Hər nəysə. Üzr istəyirəm, yuxunuzu korladım. Yuxunuz şirin olsun. Yataq. Yataq biz Məhəmmədin nağıllarına inana bu gün rəyətdən, ha?